Heç könlünüzdən çox pul qazanmaq keçirmi? Və Elman müəllim milyonçu olmaq istəyirmi? Bunun üçün çalışırım. Mənim axı belə bir doğrudan da hədəfim olmur. Hədəfim olsaydı, yəqin ki, mən biznes yolunu seçərdim. Sahibkar olmaq istəyərdim. Deyim, mən uşaqlıqdan mənim niyyətim, hətta mənə deyirlər ki, bəs gir hüquq fakültəsinə daxil ol, prokuror ol və belə bir şeylər deyirlər. Mən isə tarix fakültəsinə daxil oldum və məqsədim də o idi ki, Qərb ölkələri, Amerika Birləşmiş Ştatları, Avropa ölkələrinin seçim məqsəd də nə idi? Çünki bu ölkələr yaxşı öyrənəndə, məsələn, Birləşmiş Ştatlar yaxşı öyrənəndə bütün dünyanı öyrənə bilirsən. Çünki onun hər yerdə maraqları, barmağı var və o yolu seçdim və hədəfim də o idi ki, Bakı Dövlət Universiteti, Tarix Fakültəsi, Amerika, Avropa ölkələri və getdim 2 ildə xaricilər üstündə ingilis dilini öyrəndim. Məqsədim də odur ki, gələcəkdə səfir olmaq. Diplomatik pasport daşımaq, səfir olmaq, ölkəmizin maraqlarını beynəlxalq İndi çox imkanlı səfirlərimiz də var. İndi isə mən deməli səfir olmadım. Mənim uşaqlıq arzum. Səfir olmadım, amma bu gün mən parlamentdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Yəni bu da elə səfirliyə oxşardır da. Biz beynəlxalq məsələlərdən danışırıq, beynəlxalq aləmdə parlament diplomatiyasının deməli həyata keçirilməsində iştirak edirik və bu günləri qürur üstündən qeyd etmək lazımdır. Bu bir həqiqətdir ki, bu günləri cənab prezidentin ki, çox çevik bir diplomatiya formalaşdırıb və bu günlər həm də Azərbaycanın parlament diplomatiyası çox sürətlə inkişaf edir və efirinizdən də bunu səsləndirirəm ki, həqiqətən də Sahibə xanım Qafarova rəhbərliyi altında bu gün bizim parlament diplomatiyası keyfiyyət sözünün yeni mərhələsinə daxil olub. Xanım deməli sədrin çox saylı ölkələrə səfərləri və bu səfərlər çərçivəsində Azərbaycan maraqlarının yüksək səviyyədə təminatı və elə Ermənistanın parlamentinin sədri Simonyanla onun dəfələrlə görüşü və bu görüşlərdə Azərbaycan həqiqətləri ilə onu necə susturduğunun biz şahid olmuşuq. Bəli, Elman müəllim, dediniz ki, bu qədər əziyyət çəkmisiniz, tarix, Bakı Dövlət Universitetinin tarixini bitirmisiniz, sonra xarici Amerika, Avropa ölkələri ixtisas üzrə. Yəni çox əziyyət çəkmisiniz, siyasi elmlər doktorusunuz, professorsuz, millət vəkilisiniz, yəni bütün bunların hamısını dişlə dırnaqla, zəhmətlə qazanmısınız. Elə Avropa ölkələri var, Amerikanın özündə elm adamları, alimlər çox imkanlıdırlar, çox varlıdırlar, çox dövlətlidirlər. Məsələn, bax, indi iş adamlarının Allah artıq eləsin, pulları olsun. Amma elm adamlarının da pulu niyə olmasın ki? Onlar da mən sizə bir şey söyleyeyim. Mən sizə bir şey söyleyeyim. Məsələn, sizin niyə milyonlarınız olmasın? Yox, mən heç yeri gəlmişdən deyim ki, elm adamları, diplomatlar və parlamentar və s. onlar milyoner kimi tanınma imicinə malik deyil. Dünyada da belədir. Və cəmiyyətin sabitliyinin göstəricisi nə varlı olmaqdır, nə kasıb olmaqdır. Orta təbəqədir. Orta təbəqə nə qədər çox olarsa faiz nisbətinin həmin cəmiyyət bir o qədər sabitdir. Və haqqında bəhs etdiyiniz ziyalı təbəqəsi, bu diplomatdır, bu professordur, millət vəkili və s. bunlar zəngin kateqoriya adamlarına daxil deyil, dünyada da. Ayrı-ayrı korrupsiya, rüşvət halları ola bilər, elə Avropa İttifaqında və s. Məlum məsələdir. Nə bilim, Mask gəlib ta ki, Trump komandasına yüksək vəzifə tuta bilər. Bunlar ayrı-ayrı epizodlardır. Mən kül halında yanaşıram və biz əslində orta təbəqənin adamlarıyıq, orta, nə varlı, nə də kasıb olmayan. Məsələn, Birləşmiş Ştatlar nümunə çəkilir, düzdür. Birləşmiş Ştatların əhalisinin 10% varlıdır, daha doğrusu 30% varlıdır. 60% orta təbəqədir, 10% də kasıblar hesab edilir. Yəni ona görə Birləşmiş Ştatlar sabit cəmiyyət hesab edilir. Amma baxmayaraq ki, indi bu fikri də bir mənada söyləmək xeyli çətinləşib, indiki realdır. Çünki o cəmiyyət də parçalanıb artıq. Bunu da söyləmək lazımdır. Və mən bəri başdan sizə söyləyim ki, mənim hədəflərim nələr olub, mən o hədəflərimə çatmışam, amma sizin dediyiniz məsələ böyük pul sahibi olmaq hədəfim olmayıb.